Uşaqlar, deməli baxın, burada bax 88-ci sualda x ədədi üçün p bərabər 2 plus x, bıraq 4 plus x, bıraq 6 plus x ta ki neçəyə qədər gedir? Burada başlanğıc və qiyməti tapmaq önəmlidir. Düzdür? İlk başlanğıc qiymət neçədir? 2-dir. Və son 40. Deməli ki, və hasildir. Biz də bilirik ki, hasil olanda da hasilin başlanğıc qiymətini nə götürürdük? 1 götürürdük. Düzdür? Odur ki, burada yaza bilərik artıq. İlk olaraq bu proqrama xas özəllikdir. Bunu kağızda yazmırıq, yenə də xatırladım. Gəlirik. Biz nəyə daxil edəcəyik? X-i daxil edəcəyik. N-i daxil etmək ehtiyac var? Yox. Çünki bilirik ki, 40-a qədər gedir. N yazdıq. Başlanğıc qiyməti neçədir? 2-dir. Düzdür? Bax, az öncə də qeyd etdiyim kimi, burada yazıram ki, i bərabərdir 2. Bəs hasilin qiyməti neçədir başlanğıcda? 1. Bunu da yazıram 1. Şərti necə verəcəyik? Kim deyər? i kiçikdir yoxsa kiçik bərabərdir 40 olduğu müddətdə nə işi görürük və bunu da burada yazıram. P bərabərdir P vuraq i plus x. Düzdür uşaqlar. Sonra nə edirəm? Bura baxdığımız anda görürük ki, 2-dir, sonra 4 olub, sonra 6 olub, yəni 2 artır. Və burada da gəlirəm i plus 2. Hə, bura n x-dir. Yəni burada x yazmalıyıq. Və bir də nə edirik? Output p. Bəli, bunu yazdıq. Burada da əlavə eləsək, p-dir, i-dir, x-dir. Bunları əlavə eləsək yoxlaya bilərsiniz. Burada yazdıq, bax bu şəkildə. Və indi sadəcə bunu çalışdırsam yüksək qiymət alınacaq. Bu proqram o nəticəni verə bilməyəcək, amma doğru yazılışı bu şəkildədir. Növbəti sual belədir. Hardadır? Buradadır. Uşaqlar, klaviaturadan daxil edilmiş sətirdə yalnız bir dəfə rast gələn simvolları rast gəldikləri ardıcıllıqla yanaşı çap edən proqramı Python dilində yazın. Dünən dərsə əlavəyə gələn uşaqlar bunu görüblər, işləmişik. Amma bir daha burada da göstərirəm. N bərabərdir input. Sadəcə bizə nə lazımdır? Sətir lazımdır. Düzdür? Sətrin içərisində gəzəcəyik və baxaq görək ki, buradakı simvolların sayı neçədir? Onu nə ilə tapırdıq? Bir dənə bunu yazaq. For, i, in, n yazırdı. Və nə edirdik? Deyirdik ki, əgər həmin o n sətrindəki saymaq nə idi? Count. Düzdür? Count i. Əgər bərabərdirsə 1-ə, o zaman ahırda alınan dəyərsin simvolası hə, yəni bunu belə yaza bilərsiniz. Normalda print yazsaz, baxın print i yazsaz, həmin o ifadə ard-arda çıxacaq. Düzdür? Sətir verməniz üçün boş olsun, hər dəfə əlavə edəcəm. Gələcəm, ona gələcəm. Bir dənə səbirli ol. Bax, belə yazanda nə olur? Mən istədiyim budur ki, bunu da biləsiniz. Məsələn, bir ifadə daxil edirik. Belə lövhəyə yazdığım ifadəni bura yazıram. 276, 674. Nə oldu? 2 və 4 gördünüz, alt-alta çıxır. Məsələn, şərtində hər halda bunu nəzərdə tutulur. Baxın, bir dəfə rast gələn simvolları rast gəldikləri ardıcıllıqla yanaşı çap edən. Bəli. Yəni 24 yan-yana düzülməsi lazım. Bunu ilk əslində ağlınıza gələn bu olmalıydı. N bərabərdir bu şəkildə. Düzdür? Bunu yazdığımız anda nə olur? Gəlirəm bura 276, 674, 24-ü baxın bu şəkildə çıxartmış oldu və bu qalsın burada. Keçək cüzi bir dəyişiklik eləməklə burada yazacağam. Dediyimiz kimi S bərabərdir. Bir dənə boş sətir açıram. Düzdür? Hər dəfə nə edəcəm? S bərabər S plus i. Bəli, kod budur. Və print S-i də burada yazırıq. Aydındır uşaqlar. Bax, saydı ki, bir dənədirsə, o zaman bunun üstündən gəlsin və yenə də yoxlasaq bunu, yenə də nəticənin bu şəkildə çıxdığını görə bilirik. Məsələn, yazıram Python. Baxaq görə 3-cü sualda nə deyir? 3-cü sualda ən azı 2 rəqəmli 10 natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Siyahının ilk və son rəqəmləri cəmi cüt olan elementlərinin indekslərini çapa verən proqramı Python dilində yazın. Bununla bağlı da dəfələrcə misal işləmişik.
Üstə gələk də ki, n sayda ədəddən siyahı necə formalaşır uşaqlar? N-lə yazmışıq, for-la yazmışıq, map-lə yazmışıq, düzdür? N-in digər versiyası ilə də yazmışıq. Yəni biz daha doğrusu while-la n deyirəm. While-la yazmışıq, for-la və yaxud ki map-la, list-la. İndi biz yenə də yazaq. Burada sadəcə ən azı 10 natural ədəd daxil edəcəyik. Həmin o siyahının içərisindəki də elementləri baxacağıq. Onların içərisində birinci və sonuncu rəqəmlərin cəmi cütdürsə, o zaman həmin ədədlərin nəyini verəcəyik? İndekslərini çapa verəcəyik. Və burada baxın yazıram. Artıq n yazmağa ehtiyac yoxdur. Çünki 10 dənəni nəzərdə tutsaq, burada yazıram ki, nə? Belə yazaq da for i in range düzü elə 10 yazıram. Və belə olanda nə edəcəm? Mən S siyahısına ədəd daxil edəcəm. Düzü. Burada ayrıca belə yaza bilərik. Bunu bilirsiniz. Deyək ki, nə? A bərabərdir. A bərabərdir. Int input. Bunu ayrıca yazıb sonra bunu nə edirdik? S.append və A yazırdıq. Düzdür? Və yaxud da ki, artıq bunu da bilirik də. Yəni elə birbaşa int inputu bunun içərisinə yaza bilərik. Düzdür? Int input. Bunu burada yazdıq. O zaman bunu artıq yazmaya ehtiyac qalmadı. S siyahısına artıq ədədləri daxil elədik və bu 10 dənə daxil elədik. Sonra təzədən biz yoxlamalıyıq ki, birinci və sonuncu hər bir ədədin, siyahının içərisindəki hər bir ədədin birinci və sonuncu elementini. İndi baxın uşaqlar, bunu da deyək, özümüzdə bir dənə qeyd kimi burada yazaq. Biz yazırıq ki, 256-nın əgər n bərabər 256 yazmışam. Bunun birinci və sonuncu rəqəm nətər tapırdıq? Deyirsiniz ki, eləsi. Onu baxın, nəzərə alsaq, məsələn, belə bir şey yazır. S bərabərdir. N-in 0-cı indeksi üstə gələk N-in mənfi 1-ci indeksi. Və print S versəm nə verməsi lazımdır? Daxil edilmiş birinci lazım. Ay sağ ol. Bax, onu demək istəyirəm. Biz bu ədəd tipində deyir. Biz bunu STR-ə çevirməliyik. Aydındır? STR-ə çevir, o artıq test eləməyə ehtiyac qalmır. Bunu soruşurdum. Və o zaman nə edirik burada uşaqlar? Həmin bu siyahını int input ədəd olaraq daxil etdikdən sonra təzədən STR-ə çevirib nə edirik? Siyahıya atırıq. Düzdür ki, onu tapa bilək, rahat olsun. Təzədən burada yazıram for i in range S yaza bilərik. O zaman bir məsələ var. Gəlin istəyirsiniz elə yazaq. Deyəcəm. For i in S. Düzdür. Məsələ şərtində düşünürəm ki, belə yazmamız problem olmayacaq. Amma hər bir halda yazaq deyəcəm. İndi bax, yoxlayacaq bizim. Bizim nəyimiz lazımdır? Həmin S siyahısının içərisindəki bu i elementinin birinci və sonuncu elementi düzdür. I 0 üstə gələn nə yazacağıq? I mənfi 1. Bunlar amma sətir olaraq bura atdımsa, bunları toplasam sətir kimi toplanacaq. Mən bunu nə etməliyəm? Intə çevirməliyəm. Bəli. O zaman bax, int yazıram. Bunu bir dəqiqə bu tərəfə edək. Bunu ayrıca intə çevirirəm. Eyni zamanda da bunu da təzədən intə çevirirəm və gəlirəm axıra. Burada nə edirəm? Bunu çevirdim. Üstə gələkdə ki, bunları nə edirəm? Şərt verəcəm də. Yəni bu cəm birinci və sonuncu rəqəm int faiz 2 bəli bərabərdirsə 0-dırsa nə edəsin? İndeksini. Düzdür? İndeks nətər tapırdıq? Print içərisində yazır. S.index indeks i. Düzdür? Sadəcə olaraq burada bu arada bilirsiniz də find siyahılarda işləmir. Bunu nəzərdə çatdırım. Bir daha xatırladaq. Indeks həm sətirlərdə, find də sətirlərdə işləyir, amma siyahılarda find işləmir. Onu yazarsınız, xəta vermiş olar. Və bunu yoxlayaq görək ki, biz nəyə tapdıq? Və eyni zamanda burada hələlik print S-də çapa verəcəm ki, bizim hazır olan funksiyanın nəticəsini görək. Və burada yazıram. Deyək ki, 10 dənə ədəddir. Əslində icazənizlə bunu hələlik azaldım. 4 dənə yazım. Hansın?
Hiç qiymətli. Hə, işte yerdən sonra çağır. Şeydən sonra. Mötərizə. Bağlamışsın. Aslanmışsın. Başa düşmədim. Bunu açmışam, bağlamışam. Açıb bağlanıb, bu da açıb bağlanıb da. Hə, ümumi yazmışsın. Hətta ümumi cəmi bölmüşəm də 2-yə. Düzdür? Yəni cəm faiz 2 bərabər 0-dırsa bu işi görəcək və yoxlayıram. Deməli 4 dənə qiymət yazaq. 156 daxil edirəm, 987 daxil edirəm, 12 daxil edirəm, rəqəmlərin cəmi 3 elədi və bir də nə yazıram? 48 yazıram. Uşaqlar nə oldu? 156 980. Bunu atdı siyahıya. Düzdür, həmin siyahıda 0-cı indeksdə duran element çıxmadı. Niyə? Çünki 1-in üstə 6 gələndə 7 idi. Düzdür? 9-un üstə 7 gələndə 16 elədiyinə görə bunun indeksini çıxartdı. 1 çıxartdı. Bunu 2 çıxartmadı, çünki rəqəmlərin cəmi 3 idi. Bunu isə çıxartdı 3. Problem yoxdur. Yəni bu şəkildə yazmışıq. Amma belə bir şey yoxlayıram. Mən yenə də qiymət daxil edəcəm. 267, hətta 260, hə, 7 olsun. Sonra 15 daxil edirəm. Sonra 48, yox, 49 daxil edirəm. Bir dənə də 15 daxil edirəm. Enter vururam. Burada baxın uşaqlar. 267 neçədir? Rəqəmlərin cəmi təkdə çıxartmadı. 5, 1. Rəqəmlərin cəmi neçədir? 6-dır. İndeksi çıxartdı. 1. Düzdür. 49-u çıxartmadı. Rəqəmlərin cəmi təkdir deyə. 15-ə də yenə 1 çıxdı. İlk gördüyü elementi çıxardır axı. Düzdür. Məsələ şərtində elə bir hal qoyulduğunu zənn eləmirəm. Amma yenə də bunu nəzərə alası olsaq, gəlin belə bir şəkildə yazaq da. Necə yaza bilərik bunu? Artıq range ilə yazacağıq. Əgər birdən yuxarıdırsa, başqa bir şey yaz. Ona ya indeks bərabər bir qiymət verə bilərsiniz 0. Hər dəfə bu işlədikcə artırarsınız, elə də çapa verə bilərsiniz. Amma belə yazıram da, len nə yazıram? Len S. Düzdür, S siyahısının içərisindəki, düzdür, elə burada 10 dənə olduğunu, indi mən 4 yazmışam da, öncədən bilib onu da yaza bilərik. Və burada da if deyə, yəni tək rəqəmli olduğu da xüsusi nəzərə almırıq da, yəni alsaq təbii ki onda bayaq dediyim kimi fikirləşməliyik. Yaxşı. Bu aralıqda. İndi mənə nə lazımdır? S-in i-ci indeksinə duran elementin 0-cı indeksi. Nətər yazacaqsınız? S siyahısının indeksini çıxartmanız lazımdır. Və bu arada burada biz nəyə çıxardacağıq? Birinci bunu da deyək. Sadəcə i-ni çıxardacağıq. S siyahısının nətər yazacağıq burada? İnci indeksdə duran elementinin 0-cı indeksi. Düzdür? Və gəlirəm burada S-in, gəlirəm i-ci indeksdə duran elementinin mənfi 1-ci indeksi. Bəli. Və print i. Sadəcə həmin indeksi çapa veririk və yoxlayaq görək. 4 dənə yenə ədəd daxil edirəm. Məsələn, nə daxil edək? 156. Bunu çıxartmayacaq, çünki təkdir. 15 yazıram. Bunu çıxartması lazımdır. Sonra 89 yazıram və bir dənə də 15 yazıram. 1 və 3-ü çıxart. İndeks hesabı yenə çıxartdı. İndeks yox. Artıq bizə burada i-nin özü lazımdır. Aydın range odur. I nə alır? 0-dan başlayır qiymət almağa. Ya da dediyim kimi kənarda bir dənə məsələn deyirəm. İndeks bərabərdir. İndeks bərabər 0 qoyarsınız. Hər dəfə artırarsınız burada. Düzdür? Ona uyğun nəticəni çapa verə bilərsiniz. Yəni bu şəkildə yazmaq, deyək onu nəzərə aldıq. Yaxşı. Keçən dəfəki baxın öz dərsimizə keçdik. Tək rəqəmliyini də biz nəzərə almışdıq. Əslində 7 olarsa bir daha deyirəm. 0-cı indeksdən -1-də 2 dəfə hesablayacaq. Yaxşı. Onu da nəzərə alıb da yaza bilər. Amma bu məsələ şərtində bunu deyir deyə burada dayandırırım. Aydındır? Tamam. Keçdik o zaman.